Bu yaxınlarda eşşək ətindən kalbasa düzəldən qəssab yaxalanmışdır. Danış görək başqa hansı kalbasalar düzəltmirsən? Rəis, deməli bax bu kalbasa... Onu bildik də bu eşşək ətindəndir. Rəis, mən artıq dərəcədə üzr istəyirəm sizdən. Burada axı tək eşşək əti deyil. Bura biraz yağlı olsun deyə üzr istəyirəm rəis. Begemot əti də qatmışıq. Begemot hardan almışsınız? Rəis, deməli bir zooparkda begemot yaşayırdı. Öldü. O zooparkın işçiləri də götürüb atıblar heyvanı çölə. Hayf olub yedirdi də rəis. Mən artıq dərəcədə üzr istəyirəm ha rəis. Götürdük, ona kalbasa düzəltdik. İstəyirsiniz dadına baxın. İstəmirəm. Bu nə kalbasadır? Bu? Hə, bu. Bu doktorski kalbasadır rəis. Onu hansı ətdən düzəltmirsiniz? Rəis, ağzımda doktorski deyirəm. Doktor. Bu nədir? O yandakı. Yandakı. Bu? Lübetiskidir. Bəli rəis. Mən artıq dərəcədə üzr istəyirəm ibarəmə görə. Bu birini lübit eləyirdim. Çopak qızı mənə izminiyyət elədi. Sonra neylədin? Öldürdün? Rəis, mən üzr istəyirəm sizdən. Niyə öldürdüm? Elə belə kalpasa düzəltdim. İndi görürsən sən necə əclaf adamsan? Rəis, mən artıq dərəcədə sizdən üzr istəyirəm. Amma sizin operatordan əla sasiska çıxar ha.